Azərbaycanda aqrar sektorunun inkişafına yönəldilmiş dövlət proqramının regionlarda müzakirələrinə başlanıldı, start verildi. 2026-2030-cu illəri əhatə edən dövlət proqramında əsasən regionlarda hal-hazırda eyni vaxtda Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarda keçirilir. Qeyd etmək lazım ki, müşavirələrdə dövlət qurumlarının nümayəndələri, fermerlər və sahibkarlar bir araya gələrək aqrar sahənin əsas inkişaf istiqamətlərini müzakirə edirlər. Burada su və torpaq ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının emalı, logistika imkanları genişləndirilməsi və fermerlərə göstərilən dəstək mexanizmləri diqqət mərkəzində olacaq. Məqsəd dövlət proqramı nəzərdə tutulan tədbirlərin regionlarda daha səmərəli və əlaqələnmiş şəkildə həyata keçirilməsini təmin etməkdir. Və hal-hazırda gördüyünüz kimi Kənd Təsərrüfatı Nazirliyinin müavini çıxış edərək mövcud vəziyyəti, kənd təsərrüfatında olan çağırışları, iqlim dəyişiklikləri haqqında geniş məlumat verir. Bizdə bu saata bu qədər. Söz sizdədir.